Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır studiyamızda, Bakı vaxtıdır. Xəbər verdiyimiz kimi, yanvar ayının 15-17 tarixlərində Türkiyənin Rize şəhərində Uluslararası Karadeniz Rize Aydar Forumu keçirilib. Enerji, qlobal təhlükəsizlik və diplomatiya mövzusunda keçirilən forumda Azərbaycandan bir sıra nümayəndələr, alimlərimiz, ziyalılarımız iştirak ediblər. Forumda Azərbaycanı təmsil edən nümayəndələrdən ikisi bugün studiyamızın qonağıdır. Qonaqlarımız sizə təqdim edirəm. TV1 kanalının iqtisadi məsələlər üzrə baş eksperti, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov. Zahid müəllim, xoş gördük. Təşəkkür edirəm. Və hüquq elmləri doktoru, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov. Mirəli müəllim, xoş gəlmisiniz. Xoş gününüzə gəlmişik. Təşəkkür edirəm. Az əvvəl də qeyd etdim, söhbətimizə Türkiyənin Rize şəhərində sizin də qatıldığınız forumla başlamaq istəyirəm. Sırf enerji məsələlərinə həsr olunmuş bu forum sizin üçün nə verdi? Orada hansı görüşlər keçirdi? Hansı məsələlər müzakirə idi? Ana xətt nə idi? Buyurun, sizi dinləyək. Təşəkkür edirəm. Bu Aydar forumu ikinci olaraq adlandırılmaqdadır. Birinci deməli orada Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Tayyip Erdoğan'ın təşəbbüsü ilə yaradılmış bir forumdur və bu foruma dövlət səviyyəsində ən yüksək səviyyədə dəstək göstərilir və hər il forumunda dəyişik mövzularla bağlı müzakirələr keçirilir. Və bu ikinci forumda enerji diplomatiyası, enerji təhlükəsizliyi mövzusu müzakirəyə çıxarılmışdır. Əlbəttə, enerji təhlükəsizliyi və enerji diplomatiyası deyəndə ilk ağla gələn Azərbaycandır. Çünki Azərbaycan bu sahədə, özəlliklə Azərbaycan prezidentinin bu sahədə həyata keçirdiyi çox uğurlu, stratejik həyata keçirilən, Azərbaycanda həyata keçirilən uğurlu layihələr dünyada qəbul edilir. Hətta Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycan güclü aktyorlardan və qərar verici ölkələrdən biridir. Və bu baxımdan Azərbaycandan çox böyük nümayəndə heyəti, millət vəkilləri, dövlət nümayəndələri, elm nümayəndələri, biznes, çox böyük, televiziyadan çox böyük nümayəndələr iştirak edirdi. Özəlliklə hörmətli Faiq müəllim də dəvətli idi, televiziya rəhbəri olaraq sizlər də dəvətli idiniz. Onlar adına sizə də təşəkkürlərini söylədilər işıqlandırmasından dolayı. Və əlbəttə enerji mövzusu olan yerdə Azərbaycanın orada həm iştiraki, həm də söz sahibi və orada keçirilən forumda böyük bir panel var idi. Bu panelin təşkilatçısı Azərbaycan Dövlət İqtisad Universitetinin Avrasiya Beynəlxalq İqtisadi Elmi Tədqiqat Mərkəzi idi və 3 nəfər nümayəndə heyəti orada iştirak etməsi özü böyük bir göstəricidir. Azərbaycandan çox böyük pay vermişdilər, iştirak payı və bu da əlbəttə ki, dediyim kimi Azərbaycanın enerji təhlükəsizliyi və enerji diplomatiyasında güclü ölkələrdən biri olaraq dünyada qəbul edilməsinin göstərgəsidir. Artıq hətta orada Ermənistandan da nümayəndə heyəti var idi. Bizdə sujetlər olsa göstərə bilərik. ASTV xüsusi olaraq bir veriliş hazırladı. Canlı olaraq hazırlanmışdı verilişdən. Erməni nümayəndə heyəti çox böyük hissəsi gəlib dinləmək istəyirdi ki, Azərbaycan enerji təhlükəsizliyi, Azərbaycan enerji diplomatiyası əlbəttə onlar üçün də çox maraqlıdır. Çünki Azərbaycan bugün qəbul etdiyi qərarların çərçivəsində bütün ölkələrin iqtisadiyyatına da, nəinki iqtisadiyyatına, ölkənin milli təhlükəsizliyinə belə təsir göstərməkdədir. O cümlədən də? O cümlədən də. Əlbəttə onlar da bunu bilir və bunu da maraqlı, bəli. Təşəkkür edirəm Zahid müəllim. Mən təşəkkür edirəm. Mirəli müəllim, təkrar sizi salamlayıram və forumda iştirakınızla bağlı, eləcə də söhbətinizin əsnasında Aydar forumu ilə də bağlı müəyyən qədər məlumat verməyinizi rica edirəm. Buyurun. Çox maraqlı bir prosesdə iştirak elədik. Nəyə görə? Ona görə ki, əhəmiyyət baxımından birinci növbədə bildirmək lazımdır ki, Aydar forumu öz növbəsində adi bir forum formatı yox. Yəni, necə hörmətli professor Zahid müəllim qeyd etdi, ölkə başçısının birbaşa təşəbbüsü ilə onun vizyonuna uyğun olan, demək olar ki, gələcəyi Davos formatına keçid alan böyük bir tədbirlərdən biri olmaqla həmin prosesdə
çox gözəl bir meydançanın, məkanın yaradılmasının bugün uğurunu görürlər. Ona görə ki, bu təşəbbüs tək hansısa bir konkret mövzunun müzakirəsi deyil. Yəni burada hörmətli professor qeyd etdi, bundan öncə deməli logistika və beynəlxalq nəqliyyata həsr olunmuş bir forum keçirildi. Bu səfər isə bildiyiniz kimi enerji, qlobal təhlükəsizlik və diplomatiya həsr olunmuşdur. Amma hər bir mövzu özlüyündə həm milli, həm xarici, həm beynəlxalq münasibətlərin formalaşmasını özündə əks etdirir. Burada qeyd olundu bundan öncə həm dövlət strukturları, yəni birbaşa dövlətin buna həm dəstəyi, həm təminatı, həm ikinci tərəfdən burada özəl sektor, ictimai təşkilatlar və peşəkar müstəqil ekspertlərin hər birinin fikirləri orada dinlənildi. Təbii ki, biz orada böyük tərkiblə iştirak etdik və həmin tərkib həm dövlət strukturlarını, həm elmi potensialımızı əks etdirən alimlərdən ibarət, həmçinin isə müstəqil ekspert və özəl sektorun biznes nümayəndələrindən dolğun idi. Mən onu demək istəyirəm ki, Azərbaycanla bağlı olan münasibətlərdə biz bunu tək səsləndirməklə yox, biz orada reallıqda bütün hər bir münasibətdə, yəni Azərbaycana olan münasibətdə, həm də təbii ki, bu münasibətlərin böyük bir formatda əks etdirilməsi çox vacib məsələlərdən biri idi. Biz Azərbaycan olaraq bu gün tək bir enerji ixracatçısı kimi yox, biz həm də bu sərvətlərin düzgün səmərəli istifadəsindən və xalqın təbii resurslarının düzgün formalaşıb onun transfer edilməsini təbii ki, tək bir ölkə kimi yox, bu ölkəni təmsil edən lider tərəfindən düzgün beynəlxalq səviyyədə təmsil olunmaqla onun təminatçısı kimi görürük. Və bu faydalı dividendləri təbii ki, xalqımızın apardığı vahid bir dəstəyi olan liderin vasitəsilə həyata keçirilir. Bu barədə mən böyük bir məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Türkiyənin əsas plenar çıxışında Türkiyənin energetika naziri cənab Bayraktar tərəfindən bir neçə dəfə səsləndirildi. Bu bütün deməli xarici ölkələrin nümayəndələri üçün çox böyük bir örnək oldu ki, energetika naziri həm ölkə başçısı cənab Ərdoğanın və cənab İlham Əliyevin sitatlarından istifadə etməklə onların gələcəyə baxışları barədə və bu baxışların enerji təhlükəsizliyinə bugün təsiri barədə öz mövqeyini çatdırdılar. Təbii ki, burada əsas məsələlərdən biri də diplomatiya idi və bu məsələlərdə təbii ki, öz əksini çox yüksək səviyyədə tapdı. Təşəkkür edirəm ətraflı şərh üçün. Zahid müəllim, Buyurun Mətər xanım. adından da göründüyü kimi, bax belə beynəlxalq səviyyədə keçirilən yüksək səviyyəli platformalarda təmsilçilik hər zaman Azərbaycan üçün yeni bir dünyaya açılımdır, yeni bir pəncərədir. Amma enerji məsələsinə gəliriksə, qlobal təhlükəsizlik və eləcə də diplomatiya məsələsinə gəliriksə, bu Azərbaycan dövlətinin, Azərbaycanın bugün prioritet, özəlliklə də strateji məsələlərdir. Ümumiyyətlə, bu forumda təmsilçilik, bu və buna bənzər forumlarda təmsilçilik Azərbaycanın dünyaya açılan pəncərəsi olaraq nələri vəd edir? Özəlliklə deyim ki, bu foruma xüsusi olaraq dəvət edilmişdik. Azərbaycandan çox böyük nümayəndə heyəti. Bu artıq Azərbaycana olan maraqdan və Azərbaycanın diqqətdən, Azərbaycanda görülən işlərlə və görülmüş işlərlə bağlı Azərbaycan bunları izah etməyi və dinləyicilərə, iştirakçılara çatdırılması üçün böyük imkanlar var. Çox hörmətli Mirəli müəllim də qeyd etdi. Biznes,
elm nümayəndələri, dövlət nümayəndələri, çox böyük, keşikli, çox şaxəli nümayəndə heyəti var idi. Və əlbəttə suallar, müzakirələr Azərbaycan çox ciddi şəkildə onlar üçün maraqdır. Özəlliklə nəzərə alsaq ki, Azərbaycan alternativ enerji mənbələri mövzusunda da artıq dünyada tanınmış, qəbul edilmiş və bu sahədə çox uğurlu layihələri icra edən ölkələrdən biridir. Evet. Və burada bizim üçün ən əsas məsələ bundan sonra biz qərar aldıq, orada ümumiyyətlə qərar aldıq, böyük bir müzakirələr sırasında ki, Azərbaycanın enerji təhlükəsizliyi, enerji diplomatiyası ilə əlaqədar çox yaxşı elmi nəşrlər hazırlamaq lazımdır. Gedəndə qonaqlar bunu görə bilsin. Bir var ifadələrlə gəldi, eşitdi. Çox ciddi şəkildə yayınlanmış əsərləri dünyaya çıxarılması üçün qarşımıza duran əsas məsələlərdən biridir. Və biz bununla bağlı artıq ilk addımları, danışıqlara başladıq və hörmətli Türkiyə Cümhuriyyətinin Aydar Forumunun təşkilatçılarından biri və Yıldız Texniki Universitetinin professoru Camal Zehirin rəhbərliyi ilə hal-hazırda Azərbaycanın enerji təhlükəsizliyi və enerji diplomatiyası mövzusunda böyük bir kitab nəşr olunacaqdır. Akademiyanın həqiqi üzvü Arif Haşimov da orada iştirak edir, energetik olaraq o. Yəni böyük bir nümayəndə heyəti bununla bağlı millət vəkillərimiz iştirak edir. Yəni biz Azərbaycan dünyaya tanıtılması üçün hər dəfə gedəndə eyni zamanda özümüzlə bərabər mütləq Azərbaycanın bu sahədə uğurları ilə bağlı yayınlanmış, dünyada təsdiq olunmuş təsdiqləyici sənədlərlə də bərabər iştirakımız vacib şərtlərdən biridir. Zahid müəllim, siz də Mirəli müəllim də qeyd etdiniz ki, Azərbaycanın gördüyü işlərlə bağlı çox saylı suallar var idi, maraqlanırdılar yaxından. Daha çox hansı məsələlərlə bağlı diqqət ayrılırdı Azərbaycanda bugün həyata keçirilən layihələr? Həm layihələr, həm də Azərbaycanın uğurlu bir zəfəri əldə etmiş bir ölkə kimi onların diqqətini cəlb edirdi. Bir zəfər ölkəsi kimi, güclü bir ölkə üçün dünyada sözünü deyə biləcək və baxdığımız qədər Avropanın enerji təhlükəsizliyi mövzusuna keçirilən bütün forumlarda, tədbirlərdə Azərbaycan Respublikasının prezidenti iştirak edir, çıxış edir və onun rəhbərliyi ilə keçirilən tədbirlərdə çox böyük nümayəndə heyəti, jurnalistlər qatılır və suallar verilir. Əlbəttə Azərbaycan dünya üçün çox maraqlı bir ölkələrdən biridir və özəlliklə regionun milli təhlükəsinin təminatında Azərbaycanın rolu danılmazdır. Əlbəttə jurnalistlər orada suallar verirdilər, maraqlanırdılar. Dediyim kimi, bununla bağlı biz qarşımıza məqsəd qoyduq ki, mütləq yayınlanmış əsərlər, çünki bir var geniş şəkildə bunun ifadə edilməsi, təsdiqləyici sənədlərin ortaya çıxarılmasıyla bağlı bu gün bizim enerji diplomatiyası, enerji təhlükəsizliyi, zəfər iqtisadiyyatı çox sayıda bizim kitablarımız və bəlkə də dövlət qurumları tərəfindən tövsiyə ola biləcək nümayəndə heyətinə bir təlimat kimi ki, getdiyimiz sırada müəyyən bir tədbirlərlə bağlı bu kimi kitabların verilməsi, tövsiyə olunan sıralara daxil ola bilər. Təşəkkür edirəm Zahid müəllim. Mirəli müəllim, enerji diplomatiyası həm enerji ixrac edən ölkələr üçün, həm də enerjini idxal edən ölkələr üçün çox önəmli məsələlərdən biridir və enerji artıq bütün ölkələr üçün prioritetdir, ön sıralarda gəlir. Azərbaycan bugün enerji sahəsində ölkə daxilində, xüsusilə də ölkə xaricində çox uğurlu fəaliyyətlər həyata keçirməkdədir. Artıq Zahid müəllim də bunu qeyd etdi. Siz ümumiyyətlə enerji diplomatiyasının Azərbaycan üçün nə demək olduğunu, eləcə də təmsil olunduğunuz forumda da bunu bir daha şahidi olursunuz. Bu bizim üçün nədir və nə verə bilər? Ümumiyyətlə, diplomatiya ifadəsi də çox gözəl bir ifadədir. Hansı ki, özündə demək olar ki, böyük bir həyat mənasını əks etdirir. Yəni, biz bugün həm enerji diplomatiyasını, həm digər diplomatiyaların hər birini götürəndə artıq məqsəd budur ki, müəyyən milli prioritetləri əldə etmək məqsədi ilə müəyyən bir dialoq çərçivəsində hansı bir nəticələri əldə etməklə ölkəmizə bir fayda gətirək. Bunu təbii ki, əsas həyata keçirən bizim lider İlham Əliyevdir. Biz çox
böyük bir qürurla deyə bilərik ki, hörmətli professor qeyd etdi bizim zəfərimizi. Bəli, zəfər ümumiyyətlə çox böyük bir rol oynayır ümumi kontekstdə ki, bu ölkə artıq öz sözünü deyən ölkələrdən biridir. Amma ölkənin də sözünü təbii ki və diplomatiyasını həyata keçirən onun lideridir. Burada enerji diplomatiyasına gələndə biz təbii ki burada həm prinsiplardan irəli gələn adi bir ixracçı kimi çıxış etməli deyilik. Biz artıq burada müəyyən söz sahibi olan tək ixracatçısı kimi, tək enerji ixracçısı kimi yox, həm də transfer zəncirini həyata keçirən bir ölkə kimi formalaşmalıyıq. Bundan öncə siz qeyd etdiniz ki, alternativ enerji məsələləri, yaşıl enerji məsələləri, təbii ki, COP29-un Azərbaycanda keçməsində bu proseslərdə ölkənin prinsipial mövqeyi və apardığı siyasət ümumiyyətlə bizim Azərbaycanın Türkiyə ilə birgə əməkdaşlığı dünya səviyyəsində enerji siyasətini və diplomatiyasını çox önə aparır. Bu barədə həmin tədbirdə Enerji naziri cənab Bayraktar da bir neçə dəfə qeyd etdi ki, artıq biz birgə layihələrlə daha böyük templə irəli gedə bilirik. Bu da bizə imkan verir ki, Avropa enerji təhlükəsizliyində xüsusi rol oynayan ölkələrə çevirək. Artıq biz çevrilmişik, amma biz bunu daha da zənginləşdirə bilirik. Burada təbii ki, bizim bugünkü yeni layihələrimiz, hansı ki, təbii ki, ölkə tərəfindən dəstəklənən və ölkənin birbaşa siyasətinə uyğun olan, aparılan deməli, layihələr bir daha həmin siyasətin irəli getməsində yeni müasir tələbləri göstərir. Yəni ki, ola bilər ki, biz bundan öncə də, bir neçə illər öncə həmin diplomatiyanı irəli sürmüşük. Amma müasir çağırışlar və bugünkü çağırışlar buna kompleks yanaşmanı tələb edir. Və bugün biz həmin əməkdaşlıq çərçivəsində diplomatiyamızı müasir tələblərə uyğun aparırıq. Bu da bizim üçün çox gələcəyə böyük bir ümidlər verir. Özellikle Ermənistan hal-hazırda ifadə edir ki, məsələn, onlar 30 il ki, Azərbaycana qarşı apardığı aqressiv müharibənin nəticəsi olaraq Azərbaycana qarşı işğalcı siyasətçilik, yəni artıq mətbuatda, keşikli dövlət qurumları artıq özləri etiraf edir ki, bəlkə də ölkədən bu gün Ermənistanın geri qalmışlığının, zəif bir ölkə durumuna düşməsinin səbəbi Azərbaycanın həyata keçirdiyi iri həcmli layihələrdə onların iştirak etməməsi, kənarda qalmasının. Əlbəttə, Azərbaycanın qərarı olmadan heç bir ölkə bu regional layihələrdə iştirak edə bilmir. Bu, bir də Azərbaycanın nəinki layihələrin təşəbbüskarı, onun icraçısı, onun strategiyasını həyata keçən bir ölkə olaraq qəbul edilməkdədir. Əlbəttə, hörmətli Mirəli müəllim də qeyd etdi, Energetika naziri Türkiyənin xüsusi olaraq bunu plenar iclasda xüsusi olaraq ifadə etdi. Orada iştirak edən 600 nəfər iştirakçı bunu eşitməkdədir, görməkdədir. Azərbaycan əgər bugün Avropa özü qəbul edir ki, Avropanın energetika təhlükəsinin təminatçısını əsas aktyorlarından biri Azərbaycandırsa və bu layihənin həyata keçirilməsində Azərbaycan aktiv olaraq iştirak edir, əlbəttə sevindirici haldır. Amma dediyim kimi biz bunların sevindirici hallarını təsdiqləyici sənədlərə əksini tapmalıdır. Yəni mütləq, bəli. Əlbəttə ki, dövlətin və cəmiyyətin inkişafında elmi potensialın rolu danılmazdır. Siz də qeyd etdiniz ki, Azərbaycandan böyük bir nümayəndə heyəti getmişdi. O nümayəndə heyətin tərkibində xeyli sayda alimlərimiz də təmsil olunublar. Ümumiyyətlə, necə hesab edirsiniz? Elmi potensialın, xüsusilə də daha yüksək qatda olan elmi analitik potensialın inteqrasiya məsələsindən danışaq. Bu nə üçün vacibdir bugün? Bunun cavabını hətta keşikli xarici ölkələrin mətbu orqanlarında yazılmaqdadır. Cənab Prezident Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində ifadə etdi. Elm qarşısında ciddi vəzifələr qoydu. Özəlliklə ifadə olundu ki, elmlə biznes arasındakı əlaqələrin gücləndirilməsi üçün
artıq vacib addımların atılması vaxtıdır. Və bunu bir qayda olaraq mən bunu tapşırıq da verirəm. Artıq elm və biznes əlaqələrin gücləndirilməsinin start verilməsi gərəkir. Çünki təcrübə göstərir ki, bunlar bir-birindən ayrı fəaliyyət göstərməsi mümkün deyil. Uzun müddət keçdi ölkələrin təcrübəsinə baxdığımızda bəlkə də Sovet dönəminin ən böyük problemlərindən biri son dönəmlər üçün aparılan elmi tədqiqatların biznesin xəbəri olmadı, biznesin həyata keçirdiyi layihələrdən elmin xəbəri olmalıdır. Əlbəttə bunlar vəhdət şəklində olmalıdır. Zahid müəllim, Bəli. dövlət siyasətinə inteqrasiyası barədə danışmağınızı da istəyirəm. Əlbəttə dövlət burada əsas olaraq elm siyasətini həyata keçirdiyi biznes, dövlət elmi əlaqələrin gücləndirilməsində ən vacib şərtlərdən biri artıq aparılan elmi tədqiqatın nəticələrinin ölkənin, cəmiyyətin rifahına xidmət etməsidir. Cəmiyyətin inkişafına dəstək olmalıdır. Və bu baxımdan bugün artıq əgər iştirak etdiyimiz tədbirdə məsələn suallar oldu ki, biz nədən bu Aydar Forumunun əsas xüsusiyyətlərindən biri bu oldu ki, biz ayrı-ayrılıqda burada çıxış edirik. Bu çıxış etdiyimiz mövzunu bir araya gətirsək, enerji təhlükəsizliyi, enerji diplomatiyasını bunu yayınlasaq, bütün ictimaiyyət bundan tanış olsun. Məsələn, keçli ölkələrin nümayəndələri vardı. Rumıniyadan olsun, Gürcüstandan, Türkiyə, Belarusiyadan, Rusiyanın özündən çox keçli ölkələr. Amma bunlar ayrı-ayrılıqda bir bütün olaraq bunları toplasaq, bir-birinin təcrübələrini öyrənsələr, əlbəttə bu faydalı olar və hal-hazırda biz keçli ölkələrin universitetlərinin iştirakı ilə hal-hazırda enerji təhlükəsizliyi və diplomatiya mövzusunda böyük bir konferans keçirməyi hədəfləyirik Aydar Forumu çərçivəsində. Bu forumun eyni zamanda bizə göstərdi ki, Aydar Forumu ən əsas burada nədir? Aydar Forumunun çox gözəl təbii gözəlliyi var da, yəni dünyada ən gözəl təbii gözəlliyə böyük xarici turistlər gəlir. Həmin o gözəllikdən, o təbiətin verdiyi gözəllikdən istifadə etmək. Eyni zamanda bu gözəllik müzakirə bir platformasına çevrilsin. Ölkənin inkişafına xidmət etsin. Biz Azərbaycanda böyük imkanlarımız var. Amma biz bununla bağlı Azərbaycanda da bu tədbirlərin keçili rayonlarda keçirilməsinə həyata keçirməliyik. Və burada biz bəzi hallarda görürük ki, Mətan xan bizi üzən. Bəzən bizim keçirdiyimiz tədbirlərdə sadəcə biz biraz diqqət edirik. Daha çox əyləncə yönümlü diqqət edirik. Sadəcə çalırıq, oynayırıq. Amma burada elmi müzakirənin genişləndirilməsi vacib şərtdir. Çünki biz baxsaq Aydar Forumunda qərar qəbul etdiyi qətnamələr dövlətə təqdim olunur. Dövlət o qətnamədə qəbul olunmuş qərarlar çərçivəsində gələcəyə yönəlik müvafiq qərarların hazırlanmasına istifadə edir. Yəni qərarların qəbulunda elmi əsası önə çəkir. Bu baxımdan mən düşünürəm ki, bizim də ayrı-ayrı rayonlarda bu təcrübələrlə bağlı ümid edirəm ki, bizə seridən müvafiq icra hakimiyyəti orqanları baxır və onlara bu mövzuyla bağlı keçirilən tədbirlərin təşkili ilə bağlı çox ciddi metodik dəstək verilə bilər. Təşəkkür edirəm. Bugün enerjidən söz düşəndə yaşıl enerjidən daha çox bəhs olunur. Daha çox onun prioritet olduğu elan olunur. Azərbaycan dövləti, siz də az əvvəl qeyd etdiniz, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi xüsusilə yaşıl enerjiyə önəm verir və bu enerji növünün daha sürətlə yayılması, daha çox inkişaf etməsi, xüsusilə də ölkədə tətbiqi, eləcə də Azərbaycanın dünyaya yaşıl enerji ixrac etmə məsələləri gündəmə gəlir. Mirəl müəllim, bugün Azərbaycanda yaşıl enerjinin sektorunun daha sürətlə inkişaf etməsi, eləcə də Azərbaycanda enerji təhlükəsizliyində bu məsələnin önəmi ilə bağlı nələri demək istərdiniz? Buyurun. Təbii ki, bu məsələ hər bir ölkənin prioritet istiqaməti kimi bugün aktual bir mövzu kimi müəyyən olunub və müzakirə olunur. Mən bundan öncə qeyd etdim ki, enerji təhlükəsizliyi özündə qlobal bir prosesləri əks etdirir və kompleks yanaşmanı tələb edir. Biz
nümayəndə heyəti ilə ora gedəndə təbii ki, daha çox peşəkar yanaşma prinsipləri ilə gedirdilər. Yəni ki, biz isə təklif etdik həmin təşkilatçılara ki, gəlin biraz fərqli baxış bucağı seçək və biz enerji təhlükəsizliyində vergi siyasətinin rolu bir mövzusunu təklif etdik. Təbii ki, ilk öncə baxanda hamı təhlükəsizliyi müzakirə edəndə təhlükəsizlik istəyir milli təhlükəsizlik olsun. Yəni ki, biz buna bir təhlükəsizlik nöqteyi nəzərindən toxunulmazlığını və digər prosesləri nəzərdə tuturuq. Bu da ümumi sistem kimi qəbul olunur. Amma həmin sistemin tərkib hissələri təbii ki, bir neçə tərəfə şaxələnir. Və burada biz bilirik ki, həmin sahəni inkişaf etdirmək üçün müəyyən bir layihənin əsas tərkibi maliyyə, düzgün maliyyə hesabatıdır və maliyyə deməli tələb olunur. Maliyyə tək özəl sektor tərəfindən yox, dövlət tərəfindən bir prioritet istiqamət kimi də müəyyən oluna bilir. Bu isə siz qeyd etdiyiniz kimi tək yaşıl enerji yox, ümumi enerji təhlükəsizliyində həmin sahəyə prioritet baxışlar çərçivəsində müəyyən güzəştlər və yaxud da hansısa bir stimulaşdırıcı normaların tətbiqi ilə bağlıdır. Sırf yaşıl enerji ilə bağlı bu yaxınlarda cənab prezident tərəfindən keçirilən həm forumda, həm birbaşa açılış mərasimində qeyd olundu ki, artıq biz də həmin yaşıl enerjinin həm istehsalına, həm də bunun gələcəkdə tətbiqini bir prioritet kimi baxırıq. Bu baxımdan vergi siyasəti həmin yaşıl enerji sahəsində olan prioritet istiqaməti bir siyasət olaraq dəstəkləyir və stimullaşdırma normaları tətbiq etməklə onun gələcəkdə daha inkişafına yol açır. Yəni bu baxımdan bu vacib məsələlərdən biridir. Və mən onu da qeyd etmək istəyirəm ki, məndə olan məlumata görə yaşıl enerji və alternativ enerji artıq bugün Azərbaycan olaraq tək istehsalçı kimi yox, həm də transfer ötürücü bir ölkə kimi artıq layihələr təsdiq olunur. Zahid müəllim, siz az əvvəl qeyd etdiniz, mən bu məsələyə bir daha qayıtmaq istəyirəm. Xüsusilə də bölgələrdə platformalara qucaq açmaq, Azərbaycanın zəngin təbiəti ilə, turizm bazası ilə güclü, zəngin ehtiyatları olan bölgələrimizdə biz də növbəti platformaların keçirilməsində Azərbaycan üçün böyük əhəmiyyət kəsb edər. Çünki bugün enerji təkcə iqtisadi sahə ilə bağlanmır. Bəli. Eyni zamanda enerjiyə sahib olan ölkənin təhlükəsizliyi də deməkdir, onun gücü deməkdir, onun diplomatiyası deməkdir və bir neçə artıq vacib, önəmli məsələlər özündə ehtiva eləyir. Necə hesab edirsiniz? Aydar forumu çərçivəsində olan sırf enerji və qlobal təhlükəsizliyə həsr olunmuş növbəti forumların Azərbaycanda keçirilməsi gözlənilə bilərmi və bu bizə nə verərdi? Bir qayda olaraq, bəli. Məsələn, biz olduğumuz sırada Belçikadan, Niderlanddan böyük bir turistlər gəlmişdi. Turistlər xizək sürməyə. Özləri ilə bərabər həmin o turistlərin orada iştirakının qiyməti bir nəfərin. Hətta öz helikopterləri ilə gəlmişdi. 2 helikopterlə gətirmişdilər. Həkim də gətirmişdilər. Siz təsəvvür edin ki, eyni zamanda Türkiyədə həmin o aydarda biz tanış olduq Həşimoğlu'nla. Buradan da elə bizə yəqin baxır. Otelin sahibi həmin o Aydar kəndində, o yerdə o kəndlilər həmin gün onlar sifariş edirlər. Süd, qatıq, pendir. Təsərrüfat məhsulları. Adam zevq alır. Siz necə? Həm kəndli yaşayır, üzü gülür kəndlinin. Həm sifarişçinin xüsusi olaraq Niderlanddan, Belçikadan gəlib. Adı nə idi o iş adamının Belçikadan gəldi, bizdən görüşdü, elədi. Div idi. Bilirsiniz, adamlar və dedi ki, saat 7-də bizim artıq başqa bir səfərimiz var, yəni bu xizə ilə bağlı və bizə kəndlilər, həmin o kəndlilər ən gözəl, elə deyir bizim bura gəlməmizi, həm deyir Türkiyənin təbiətindən istifadə edirik, həm də onun gözəl nemətlərindən.
Azərbaycanın da neməti dünyada da məşhur. Özü maraqlı bir şey də var Azərbaycanın. Hər rayonun Şəkinin Özünə mətbəxi ilə, nemətləri Şəkinin mətbəxi ilə, şeyin mətbəxi eyni deyil, Zaqatala, yan-yana, Balakən. Hamısı fərqli, Lənkəran. Belə zəngin, nemətə sahib olan ölkə təhlükəsizliyini də, enerji təhlükəsizliyini də təmin edib, maliyyə təhlükəsizliyini də. Yəni bunu biz mütləq istifadə etməliyik. Düşünün, biz gəldik forumda oturanda Mirəli müəllim mənə dedi ki, bu turistlər də burada gəliblər, xizəkləri qoyublar. Biz onlara nədən dedi ki, bax sizin dediyiniz ifadə, axı biz enerji bir təşə, iqtisadi güc olaraq yox. Eyni zamanda bir təhlükəsizlik kimi, diploma kimi baxırıq və biz baxmayaraq bura istirahətə gəlmişik. Eyni zamanda dinləməyə gəlmişik. İndi təsəvvür edin ki, Qəbələyə gəlmiş insan həmin günü o forumda iştirak etsə, nə mutlu. Onlar həmin günü şəkillər paylaşdılar orada, belə bayram içində və bizlə gəlib, 100-ə yaxın idi, Mirəli müəllim, o nümayəndə heyəti, o turistlər. Onlar gəldi bizlə, nə bilim, Azərbaycan deyib, onlar gəldi bizlə ki... Orada hətta dəyişilir, amma həmin bir çərçivədə 80 nəfər, hər 15 gündən bir, 10 gündən bir... Onlar özəl gəlib bizi Azərbaycana dəvət etməsi və sonra Mirəli müəllim onlara sual verdi ki, Azərbaycanda olmusunuz. Mirəli müəllim onlara dedi ki, xizək bizdə də var. Yəni, biz bununla bağlı çox işlər var və edə bilərik. Düşünürəm ki, bizim Gənclər Nazirliyimiz, Turizm Agentliyimiz, yəni böyük işlər görmək lazımdır. Mən dediyim kimi, orada yaşayan kəndlinin üzü gülürsə, otel sahibinin üzü gülürsə, devlət də zənginləşir, devlət də. Ona görə bu çox vacibdir. Bu gün Azərbaycan zəfərdən sonra bizim bütün imkanlarımız var. Dünyada hər sahədə, dediyim kimi, enerji təhlükəsizliyimizi təmin edən, maliyyə təhlükəsizliyimizi, iqtisadi təhlükəsizliyimizi və burada gələn turistlər bir növ eyni zamanda Azərbaycanın elçiləri olaraq o ölkələrində bunu izah edəcəklər. Təsəvvür edin ki, həmin kənddə mən bir soruşdum, bir vertolyot, 2 dənə vertolyot gətirmişlər. Dedim, sən nənə məşğulsan? Dedi ki, mən burada vertolyot ustası olaraq elə gəlmişəm. Tələb olduğuna görə mən bunun xüsusi məktəbində keçmişəm, öyrənmişəm. Kənddə adam oturub, vertolyot ustasıdır. Çünki o vertolyotlar Avstriyadan gəlir də. Bəli, bəli. Sadəcə baxırsan, Mətən xan, adama bilsiniz nə qədər ləzzət verir. Ən çox da, dediyim kimi, orada bütün bu forum boyu çeşitli ictimai yaşam məsələləri, satışlar, əl sənəti. Bax, bu gün hörmətli Mədəniyyət Nazirliyi Azərbaycanda kreativ, yaradıcılıq sahəsinin inkişafı ilə bağlı ciddi addımlar atır. İndi biz gedirik, Şəkidə görürük, insanlar istehsal etdiyi məhsulları əlbəttə ki, ən çox da bunun alıcısı xaricilərdir. Orada elə istehsal olan məhsul belə 2 saatdan sonra bitir. Çünki böyük bir tələb var. Turistlər axındır. Ona görə biz bunu bu çərçivədə eləməliyik. Nar festivalımız var. Sonra bizim o qədər tədbirlərimiz var. Amma bu tədbirlərimizin genişləndirilməsi üçün eyni zamanda elmi tədbirlər çərçivəsində eləməliyik. Yəni sadəcə əyləncə xarakteri yox, müzakirələrlə, qətnamələrlə və dövlətimizə xüsusi olaraq Azərbaycanda hansı gələcəkdə elmi əsaslı qərarların verilməsində hansı addımların atılması da əlbəttə o tövsiyə xarakterli verilməsi gərəkir. Mirəli müəllim, son olaraq sizi də dinləyək fikirlərinizi. Böyük məmnuniyyətlə mən doğrudan da indi dinlədim və gözümün qarşısına gəldi o bütün hadisələr. Amma əsas burada məsələ nədir? Burada əsas məsələlərdən biri həmin forumda qeyd olundu və o mənim üçün çox maraqlı bir rəqəmə çevrildi. Yəni enerji ədaləti. Enerji ədaləti o deməkdir ki, bugün dünyada 620 milyona yaxın deməli əhali enerjidən, yəni işıq və enerjidən məhrumdur. Yəni, bu rəqəmi mən orada səsləndirəndə eşitdim və indi də burada müzakirə əsnasında ki, bizim turizm potensialının artırılması, ümumiyyətlə regional siyasətlə bağlı, mən düşündüm ki, 90-cı illərdə Azərbaycanda həmin o enerji təminatının, yəni ədalətsizliyi var idi və biz buna görə də inkişafımızı o zamanlar nə turizm, nə digər tərəfdən imkan yarada bilmirdik. Təbii ki, məsələlərdən biri bu idi ki, bugün artıq biz o
yolu keçmişik. Evolyusiya artıq bitib. Biz bugün müasir zamanədə yaşayırıq və bu zamanəyə də tələblərinə uyğun artıq ölkəmiz formalaşıb və biz dünya səviyyəsində Azərbaycan olaraq ölkə lideri tərəfindən, yəni dünyanın ən güclü ölkələrindən biri olan Amerika prezidenti tərəfindən bizim lider ünvanlanan və Azərbaycana ünvanlanan o sözlər bizə böyük bir məsuliyyət yaradır ki, bir xalq olaraq biz daha güclü olmalıyıq. Və mənim üçün çox yaxşı bir məna kəsb etdi ki, biz həmin bu forumda tək forumun tərəflərini müzakirə etmədik. Biz gələcək əməkdaşlığı da müzakirə etdik. Və gələcək əməkdaşlıq sırf bu forumdan irəli gələn prosesləri müəyyən bir çərçivədə görüşlər zamanı bunu müəyyən etdik və görüşlər keçirdik və həmin məkanda. Bundan əlavə olaraq biz orada çox investisiyalarla bağlı yaxşı məsələləri dinlədik və investisiyalarla bağlı orada belə bir yaxşı deyəsən Koreya tərəfindən bir təqdimat oldu. Süni intellekt vasitəsilə enerjinin deməli həcmin artırılması. Mən hətta onu düzdür, mənim birbaşa peşəm olmasa da bunun son nəticəsi yəni faydadır və faydanın da son nəticədə həm dövlətə, həm vergi cəlb olunması məsələləri var idi. Yəni bu da çox vacib idi və buna görə də mən istəyərdim ki, bizim regional inkişaf bugün doğrudan da öz progresiv inkişafını daha çevik etsin. Ona görə ki, bizim bundan öncə hörmətli professor qeyd etdi, gözəl, füsunkar təbiətimiz var və həmin təbiətdə də uyğun bizim gözəl xalqımız var, hansı ki, hər bir məsələdə turizmlə bağlı olan xidmətlərini göstərə bilir. Və bu baxımdan xizək turizmi ilə bağlı Zahid müəllim qeyd etdi. Təbii ki, biz indi iki regionda böyük bir xizəklə bağlı turizm zonamız var. Həm Qəbələ zonasında, həm Qusar zonasında. Amma mən düşünürəm ki, bunu biz Şamaxıya da gətirə bilərik. Ona görə ki, o da ən yaxın yəni ki, zonalardan biridir. Həm də təbii ki, ümumi bu məsələlərdə elmi cəhətdən əsaslandırılmış bir işləri ortaya çıxartmalıyıq. Ona görə ki, biz həm regionların inkişafı, həm turizmi deyildən kimi elmi əsaslandırmaqla praktiki tətbiqini həyata keçirə bilsək, bu bizim üçün çox böyük bir müəllimin dediyi məsələ, mən o Rize Artvin hava limanı Tayyip Erdoğan oranı açanda o dönəm şərtlərində və bütün Azərbaycanda nə qədər gözəl hava limanları açılır. Bəzən müəyyən adamlar deyir ki, nəyə lazımdır? Buradan oraya 2 saat. Elə deyil. Turistlər bəzən o 2 saatı çox ciddi bir dəyər olaraq, qızıl olaraq qəbul etməkdədir. Zaman bugün çox önəmlidir. Bax, Aydar forumunun ən böyük inkişafının nədənlərindən biri Rize'də məhz o aeroportun açılmasıydı. Və bugün Azərbaycanda bütün regionlarımızda həmən aeroportlarımız var, özü beynəlxalq standartlara uyğun. Bizdə bütün imkanlar var. Və bu bütün imkanları reallaşdırması üçün və orada müəllim biraz üzərinə missiya götürdü. Məsələn, xizə ilə bağlı olan verdiyi sualları o qədər gözəl cavablar verirdi. Və dəyişik suallar verirdilər ki, onlar biz vertolyot gətirə bilərik mi özümüzlə bərabər, məsələn, sairə. Mən düşünürəm, bu kimi forumlarda Azərbaycan baş Şahdağ olsun, Qəbələ nümayəndələri də iştirak etməlidir. Çünki böyük imkanlar var, biznes, investisiya imkanları. Görün nə qədər orada biz Azərbaycana, onlar Bakıda olmamışlar, həmin bizim o Belçikanın dəvətlər. Biz dəvət etdik. Qəbul etdilər biz elə. Amma əlbəttə biz dəvət etdik və gərəkən o bütün tərifləri etdik. Amma gərək şirkətlər də biraz aktivləşdirsinlər. Kitabların yayınlanmasına dəstək olsunlar. Tanıtımı üçün. Bilsən, ayrı-ayrı məsələn bir Şəki regionu olsun, bir Şamaxı. Yəni bunların ayrı-ayrı kitabları, tanıtımı, turizm məkanları çox işləri var. Bilirsiniz, teatr. Bunlar olmalıdır. Məsələn, Rize'də bizi götürdülər teatra ki, gedək. Sonra onların milli xalq rəqsi ilə bax. Yəni, çox işlər var. Bunlar, bilirsiniz, vəhdət şəklində. Mən onu bir dənə ümumiləşdirəm. Nəyə görə mən deyirəm? Bunların hər biri təbii ki, ölkəyə investisiyaların gətirməsindən birbaşa bağlıdır. Bu baxımdan, bax, biz bugün əminliklə deyə bilərik ki, cənab prezident Davosda neçə dənə böyük bir şirkətlərlə
müqavilələr imzaladı. Artıq bunların hər biri Azərbaycana maraq göstərirlər. Maraq göstərməsinin də səbəbi stabil ölkənin, təhlükəsiz ölkənin və bütün proseslərdə deməli böyük bir imicə malik bir ölkə kimi tanınmasıdır. Burada təbii ki, tək Davos yox. Bugün cənab prezident Abu Dhabi'də böyük bir tədbirdə iştirak edir. Və bunların hər biri ölkənin tanıtımı ilə bağlıdırsa və bu lider bunu tanıda bilirsə Azərbaycanı bugün və buna görə də hətta bugün saat 17:00-da ona mükafat da təqdim olunacaq. Bu onu göstərir ki, biz isə daxildə həmin verilən vədləri, həmin o müqavilədə göstərilən şərtləri burada mütləq şəkildə yerinə yetirməyə hazır olmalıyıq. Bu isə təbii ki, investisiya çox böyük bir ifadədir və xarici investisiyalar təbii ki, bilirsiniz ki, müəyyən dərəcədə ölkədə fəaliyyət göstərən müəssisələrin və yaxud da digər proseslərin imici ilə bağlıdır. Bu baxımdan dünən mənim bir məqaləm getdi, vergi xəbərləri qəzetində due diligence ifadəsi, yəni ki, artıq bugün biz görün hansı səviyyədən gəlib hansı səviyyəyə çatmışıq ki, mütləq şəkildə böyük transmilli şirkətlərin Azərbaycana qəbul olunması və onlara yüksək səviyyəli həm xidmət, həm də dövlət tərəfindən göstərilən dəstəyi göstərə bilirik. Bir də Mətəq xanım, deməli, biz bəzən regionlarda, Rizədə 2 dənə böyük universitet fəaliyyət göstərir. Təsəvvür Rizənin özündə. Bütün bizim regionlarda universitetlər olmalıdır. Yəni, iri regionlarımızda. Çünki biz orada forumda ən çox iştirakçıları əsası gənclər idi. Çünki gənclər orada təcrübə keçirlər. Çünki gəlib dinləmək, arzuladığın böyük bir təsəvvür etsin ki, şirkətin nümayəndəsi gəlir orada çıxış edir. Elektron mühəndisliyi ixtisasında oxuyur, məsələn, onu dinləyir. Orada energetika üzrə bir Arif Haşimov gəlir, dinləyir. Yəni, əlaqələr gücləndirir. Bizim bütün regionlarımızda universitetlər qoy olsun, inkişaf etdirək. Yəni, gənclərin inkişafı üçün bütün imkanlar var və Azərbaycan əlbəttə bütün sahələrdə uğur qazanmağa layiq olan ölkədir. Təşəkkür edirəm Zahid müəllim sizə, eləcə də sizə Mirəl müəllim. olun. Studiyamıza gəldiyiniz və maraqlı söhbət üçün minnətdarlığımı bildirirəm. Biz sizə təşəkkür Və edirik. fəaliyyətinizdə uğurlar Çox arzulayıram. təşəkkür edirik. Bir daha Minnətdarıq təşəkkürlər. sizə. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonaqları TV1 kanalının iqtisadi məsələlər üzrə baş eksperti, iqtisad elmləri doktoru professor Zahid Məmmədov və hüquq elmləri doktoru Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov idi. Biz qonaqlarımızla bugün Azərbaycanda enerji, eləcə də təhlükəsizlik və bu sahədə olan ölkəmizdə əldə olunan uğurlar və yaxın gələcək üçün hədəflərlə bağlı maraqlı söhbət etdik. Sağ olun, sağlıqla qalın.